Salam əziz şagirdlər və abituriyentlər və kanalımızın dəyərli izləyiciləri. Bugün 25 yanvar OTK Sınaq Mərkəzinin 10-cu və 11-ci siniflər üçün keçirdiyi sınaqdan 10-cu siniflər üçün Azərbaycan dilindən testlərə baxacağıq. Nəzərinizə çatdırmaq istəyirəm ki, siz də Rəşad Ümbətovun onlayn dərslərinə, sürət qruplarına və sınaq qruplarına qoşulmaq istəyirsinizsə, 050 330 70 01 nömrəsi ilə əlaqə saxlayıb dərslərə qoşula bilərsiniz. Hazırda 9-cu siniflər üçün sınaq qruplarımız başlayıb. Həftədə 3 sınaq, aya 12 sınaq və bundan əlavə şənbə günü canlı dərsdə sınaqda etdiyiniz səhvlərin və yaxud da başa düşmədiklərinizin canlı şəkildə izahı var. Bundan əlavə sürət qruplarımız başlayıb. 2 aylıq dərs proqramıdır. Dərs proqramı, testlər, sınaqlar, yəni hər bir şey daxildir sürət qrupuna. Sürət qrupu üçün də əlaqə saxlayıb, sınaq qrupları üçün də əlaqə saxlayıb Rəşad Ümbətovun dərslərində iştirak edib nəticələrinizi maksimum səviyyəyə qaldıra bilərsiniz. Gəlin vaxt itirmədən keçək bugünkü sınavımızın izahlarına. Deməli, birinci sualımızda deyir ki, tərslik halda işlənmiş isimlə başlayan cümləni müəyyən edin. İsimlə başlayan, diqqətli olaq, həm tərslik halda olsun, həm də isimlə başlasın. Qalib isim deyil, yolu kəndə tərəfidir, yolu öz yolu, mənsubiyyətdir, aldıqlarımızı fe'li sifət, səni əvəzlik, fikri izah etməyə çalışırdım. Bəli, fikri sözü tərslik haldadır və fikirdə isimdir. İkinci sualımız, cədvələ uyğun nümunələri müəyyən edin. Amonimdir, amonim deyil. Amonimlərdən seçirik qitə. Qitə amonimdir. Ədəbiyyatdakı qitə, bir də bildiyimiz, yəni qitələrimiz 2. Amonim deyil, qoyun amonimdə çıxırıq. Gəlin və barı amonim götürülmür. Vurğusuna görə dəyişən sözlər amonim götürmürük. Deməli, düzgün cavabımız 2, 5 və 6-dır. B variantı. Üçüncü sual, hansı cümlədə sayın yazılışında səhvə yol verilmişdir? Mən birinci sırada əyləşmişdim, düzdür. 5-10 nəfər uşaq gəlmişdi, düzdür. O ayın 6-sında, ayın 6-sı sın şəkilçiləri ixtisar olunur, 6-sında şəhərə gedəcək. Düzdür, cavab C variantıdır, yəni səhvə yol verilib. Onlarla uşaqlar meydana yığışmışlar, doğrudur. 10-cu mərtəbədə yaşarlar, doğrudur. Hansı sözün yazılışı tələffüz arasında daha az fərq var? Daha az fərq. Kasadlıq sözü, kasadlıq. 3 fərqli məqam var, kasadlıq. Mətinlik, başlamaq, morfologiya, oxuyurlar. Deməli, bu sözlərin hər birində 2 və 3 fərqli məqam var. Sadəcə Y variantında oxuyurlar, R-nın L-ya keçməsi ilə bir fərqli məqam var. Düzgün cavabımız Y variantıdır. Hansı cümlədə sifətlər adi, azaltma və çoxaltma dərəcəsindədir? Düzgün cavabımız B variantıdır. Sarımtıl azaltma dərəcəsi, rəngli adi dərəcə, ağappaq çoxaltma dərəcəsində. Düzgün cavabımız B variantıdır. Digər variantlarda hər üçü iştirak etməyiblər. 6-cı sual, qrammatik normanın pozulduğu nümunəni müəyyən edin. Qrammatik normanın pozulduğu Alim və Musa səndən əvvəl həyətə daxil oldular. Bəli, bu düzgündür. Binalarımızın ikinci mərtəbələri ofislər üçün ayrılıblar. Ofislər üçün ayrılıb düzgün qaydaydı. Düzgün cavabımız B variantıdır. Bulağın suyu yerin dərin qatlarından süzülüb gəlir. P yox, B olmalıdır. Uşaqların hər ikisi musiqi sayəsində istedadı deyil, səhvdir. İnsanlar ömrü yolu həyat keçirdiyi iri şəhərlər olmaz. Elə burada da pozulub. Düzgün cavabımız B variantı. Hansı cümlədə sifət işlənməmişdir deyir. Yorğun sifət, qoca sifət, sarı sifət, maşındakı sifət, asfalt sifət deyil. Düzgün cavabımız D variantıdır. 8-ci sual. Yarpaqlar bu il test adlı cümləsində feilin təhlili ilə bağlı, feilin təhlili ilə bağlı deyir. Yanlış. Fikri müəyyən edin. Xəbər şəklindədir, keçmiş zamandadır. Bu düzgün fikirdir. Qayıdış növdədir. Yanlışdır. Saraldı, qaraldı sözləri sadə feillərdir. Orada növ şəkilçiləri yoxdur. Ona görə də qayıdış növ götürmək yanlışdır. Yanlışın biri 2-dir. Quruluşuna görə sadədir. Bəli. Sözün kökü saraldıdır. Təsdiqdədir. Bəli. Üçüncü şəxsin təkini xəbərlik şəkilçisi qəbul etmişdir. Üçüncü şəxsin təkini xəbərlik şəkli dır şəkilçisidir. Burada da d-dır. Deməli, yanlış cavabımız 2 və 5-dir. A variantı. Nümunələrin birində zərf işlənmişdir. Yenə göylərdədir şair xəyalın. Elə düzgün cavabımız A variantıdır. Yenə. 10-cu sual. İndiki zamanda işlənmiş feilin olduğu nümunəni müəyyən edin. Köçürdü, aldırdı. Tapşırılan işi vaxtında bitirirdi. Düzgün cavabımız Y variantıdır. İndiki zaman şəkilçisi ilə işlənib. Qrammatika suallarımız bu qədər. Keçdik mətn suallarımıza. Mətni oxuyub vaxtınızı aparmaq istəmirəm. Birbaşa suallara keçək. Deməli, 11-ci sualda mətnimiz çek və onun maliyyə dövrəsində roludur. Mətnimiz publisistik üslubdadır. Sınaqlarda, OTK sınaqlarının digər keçirilən sınaqlarda nisbətən bu sınaq biraz qəliz, sınaq deyəndə bu mətn biraz qəlizdir. Ona görə də diqqətli oxumaq lazımdır.
verilən məlumatları diqqətli şəkildə tapıb yerinə qoymaq lazımdır, mətndəki məlumatları. Keçək 11-ci sualımıza. 11-ci sualımızda deyir ki, mətndəki doğru fikirləri müəyyən edin. Çek yeganə ödəniş vasitəsi deyildi. Bəli, mətndən də gördük ki, çek yeganə ödəniş vasitəsi deyildi. Puldan da istifadə olunurdu, nəqd puldan da istifadə olunurdu, çeklərdən də istifadə olunurdu. Çek kitabçalarını vətəndaşlar tərtib edirdilər. Vətəndaşlar tərtib etmirdilər, bank işçiləri tərtib edirdilər. Deməli, bu yanlış fikirdir. Çek verən imzası olmasa çek etibarsız salınırdı. Bəli, bu mətndə qeyd olunmuşdu. Deməli, 1 və 3 dəqiq məlumatdır. Sonra banklar böyük məbləğdə nəqd pul qəbul etmir. Belə bir cümlə ilə mətndə rastlaşmadıq. Çek ticarətin genişlənməsi, inkişafı nəticəsində yaranıb. Bəli, biz buna mətndə rast gəldik. Ona görə də bunu mətndə rast gəlmədik. Ancaq bunu təxmin elədik ki, deməli, çeklər niyə yarandı? Çeklər yaranandan sonra nə baş verdi? Ticarət genişləndi, inkişaf etdi. Yəni bunu təxmin etmək olur, mətndən bunu təxmin etmək olur. Bizdə fakt cümlələr şəklində verilməsə də biz bunu mətndən təxmin edə bilirik. Deməli, düzgün cavablarımız 1, 3 və 5 D variantı. Daha sonra keçək 12-ci sualımıza. 12-ci sualda deyir ki, doğru fikir müəyyən edin. Mətndə əsasən banklar nə edirdi? Mətndə nələri gördük? Pul köçürülməsi edir, bəli edirdilər. Şəxslər üçün hesablar yaratdılar və yaratdılar ki, çeklər də yarandı. Yalnız ticarətlə əməkdaşlıq edirdilər. Yanlış fikirdir. Müasir dövrdə meydana gəlib. Xeyr, əksinə bizə neçənci illər verilmişdi ki, o dövrlərdə yaranıb. Çek kitabçalarına malik deyil idi. Xeyr ki, çeklər kitabçalarına da malik idilər banklar. Ona görə də 3, 4, 5 yanlış fikirlərdir. Düzgün cavabımız 1 və 2-dir. C variantıdır. Mətnin giriş hissəsi ilə bağlı yanlış fikir müəyyən edin deyir. Yanlış fikri. Giriş hissəsində biz nələrlə qarşılaşdıq? Ödəniş vasitələrindən qarşılaşdıq. Necə yarandı? Ancaq banklar necə yaranmışdı? Biz mətndə bunun haqqında məlumat almadıq. Ümumiyyətcə mətndə almadıq və giriş hissəsində də bundan bəhs etmirdi. Düzgün cavabımız banklar necə yaranmasından bəhs olunur. Düzgün cavabımız Y variantı. 14-cü sual. Doğru cavabı müəyyən edin. Səbəb və nəticə verib. Səbəbdə tapılan fikrimiz nəticə hissəsi ilə uyğunlaşmalıdır. Deməli, maliyyə münasibətlərində ödənişlər düzgün həyata keçirilmirdi. Ona görə çek meydana gəldi. Xeyr, pul köçürülə bilmirdi. Ona görə çek meydana gəldi. Bu da yanlış cavabdır. Böyük məbləğlərdə pul daşımaq təhlükəli idi. Bəli, böyük məbləğlərdə pul daşımaq təhlükəli idi. Ona görə də çeklər meydana gəldi. Düzgün cavabımız B variantı, yəni 3-cü fikrimizdir. Çekin üzərində göstərilməsi mütləq olan məlumatlara aid deyil. Mətndə bunlar konkret yazılıbdır. Ona görə də bu asan bir sualdır. Çek sözü yazılmalı idi, bankın adı yazılmalı idi, valyutanın növü yazılmalı idi, ödənişin məbləği yazılmalı idi. Bəli, hər biri doğrudur. Ancaq çek alanın imzası yox, çek verənin imzası vacib idi. Yanlış fikrimiz Y variantıdır. Mətndə əvvəlində işarələr qoyulmuş sözlər arasında cədvəl tamamlayın deyil. Əvvəlində işarə qoyulmuş üçbucaq və kvadrat sözlərimiz. Gəlin sözlərimizi tapaq. Sözlərimiz daşıyırdı və veriləndir. Daşıyırdı sözü burada əhəmiyyət daşıyırdı. Yəni burada məcazi mənada işlənir. Biz onu fərqli mənada necə işlədə bilərik? Fərqli mənada işlədə bilirik ki, yük daşımaq. Deməli, bu düzgün fikirdir, həqiqi mənadadır. Mətndə isə məcazi mənada işlədilib, yəni əhəmiyyət daşımaq məcazi mənadadır. Digər sözümüz isə verilən sözüdür. Verilən sözümüz isə mətndə verilən çek, yəni bu həqiqi mənada işlənir. Biz onu fərqli mənada, məcazi mənada işlətməliyik. Məcazi mənada işlədəndə isə deyə bilərik ki, fikir vermək. Fikir vermək artıq məcazi məna oldu. Bu fikirləri yazsınız, düzgün götürüləcək. Daha sonra 17 çekdən istifadə hansı üstünlükləri təmin etdi sualını mətn əsasında cavablandırır. Mətn əsasında yenə deyirik, böyük məbləğdə pul daşımaq tacirlər üçün təhlükəli idi. Ona görə də çeklər meydana gəldi. Çeklər meydana gələndə artıq bunlar üçün daha əlverişli oldu. Üzərlərində böyük məbləğdə pul gəzdirmədilər. Ticarət inkişaf etdi. Beynəlxalq ticarətdə inkişaf etdi. Bu tip fikirləri yazsınız, düzgün götürüləcək. 18-ci sual. Mətnin aid olduğu üslubun səciyyəvi xüsusiyyətlərini yazın deyir. Mətnimizin aid olduğu üslub, mətnimiz dedik hansı üslubdadır? Publisistik üslubdadır. Publisistik üsluba aid bir çox xüsusiyyətlər götürə bilərsiniz. Qəzet və jurnalların dili, xalq danışıq dilinə yaxınlıq, aydın və anlaşılan dilin olması, yəni bu tip sözləri xüsusiyyətləri yaza bilərsiniz. 19-cu sual. Mətndə mötərizədə izaha verilmiş sözləri konteksə əsasən deyir, müəyyən edib yazın. Gəlin mötərizədə verilmiş sözlərimizə baxaq. Mötərizədə verilmiş sözlərimiz odur ki, təhlükə imkanlarını, ola biləcək təhlükələri azaltdı. Digər isə inan, vəfa, etimadı artırdı. Gəlin təhlükə imkanlarını, nə deməkdir o? Təhlükə imkanlarını azaltdı, yəni risklərin yaranması ehtimalını aşağı saldı. Təhlükənin baş verməsinin qarşısı alındı. Yeni risklərin yaranması ehtimalını aşağı saldı. Yəni bu deməkdir. Mötərizədə verilmiş sözlərimiz bu deməkdir. İnan və vəfa etimada olan münasibəti gücləndirdi nə deməkdir? Yəni insanlar arasında etibar möhkəmləndi. Sədaqət və düzgünlüyə inam artdı. Qarşılıqlı güvən daha da dərinləşmiş oldu.
Yəni, mötərizədə verilmiş sözlərin mənası bu deməkdir. 20-ci sual isə mətnə əsasən Eyler-Venn diaqramını tamamlayan, çek verib, nağd pul verib, çekə aid olanlardan yaza bilərik ki, çek bir ödəmə sənədidir. Onunla birbaşa pul vermədən ödəniş etmək mümkündür. Nəqd pula isə yaza bilərik, kağız və metal formada olur. Dərhal ödəniş etmək imkanı yaradır. Hamı tərəfindən qəbul olunan pul növüdür. Yəni, bu fikirləri yaza bilərik. Ortağa isə yaza bilərik ki, pul dövriyyəsini təmin edir, ticarətin aparılmasına imkan yaradır. Keçək növbəti mətnimizə. Növbəti mətnimiz İstanbulda Ariflər varmı mətnidir. Bu mətnimiz isə bədii üslubdadır. Sual 21-də deyir ki, cədvəldəki doğru fikirləri müəyyən edin. Mətndə çərçivədə verilmiş sözün mənası. Çərçivədə verilmiş sözümüz göstərəcəyim sözüdür. Göstərəcəyim sözü burada həqiqi mənada işlənmişdir. Deyir, sənə bir neçə arif göstərəcəyəm. Burada deməli, həqiqi göstərmək sözü həqiqi mənada işlənib. Sonra qarşılığını deyir, bəlli etmək, təqdim etmək, göstərmək, təqdim etmək. Deməli, qarşılığı 4-dür. Və kontekstə uyğun mənada işləndiyi cümlə. Kontekstə uyğun deyir ki, sənə bir neçə arif göstərəcəyəm. Yəni, həmin şəxsi sənə göstərsəm, onun haqqında deyilənlərə inanmazsan. Yəni, bir şəxsi göstərmək. Mətndə də deyir ki, sənə bir neçə arif adam göstərəcəm. Deməli, düzgün cavablarımız 1, 4 və 6 D variantı. 22-ci sualımız. Mətnə əsasən son abzasdakı nöqtələrin yerinə ən uyğun ifadəni müəyyən edin. Son abzasda deyir ki, Qibləyi aləm, mən bunu dəqiq deyə bilmərəm, amma elə görünür ki, söz anlayanlarla parça satan kimi, söz anlamayanlarla isə qarpız satanlar kimi rəftar eləmək olar. Düzgün cavabımız B variantıdır. Uyğun fikir B variantıdır. 23-cü sualda deyir ki, mətndə obrazlara əsasən uyğunsuzluğu müəyyən edin. Gəlin müəyyən edək. Padşah gördüyü hadisələri qiymətləndirir. Bəli, padşah alış-veriş məqsədlə bazara gedir. Xeyr, padşah alış-veriş məqsədlə bazara getmir. Onlar vəzirlə çıxırlar bazarlara ki, arif insanlar görək varmı deyə. Düzgün cavabımız B variantıdır. Mətndə öz əksini tapmır. Həqiqi ariflik, müdriklik, bəli, dürüstlük tapır. Ticarətdə qazancın vacibliyi. Bu mətnimizin məzmunu ilə əlaqəli fikir deyil. Deməli, onu götürürük. Düzgün cavab C variantıdır. Əvvəldə hansı işarə qoyulmuş cümlədəki fikir mətnin məzmununa uyğun deyil. Yəni, mətnimiz hansı məzmundadır? Bədii üslubdadır. Kvadrat işarəsi qoyulmuş cümləni tapaq. Deyir, qarpız, bu cümlədir. Deyir, qarpız təxminən 92% sudan ibarətdir. Bu elmi üsluba aiddir. Ona görə də bu bizim mətnimizlə səsləşmir. Bizim mətnimiz bədii üslubdadır. Düzgün cavabımız A variantıdır. Mətndə tündqara hərflər verilmiş cümləni bədii üslubun səciyyəvi xüsusiyyətlərinə uyğun dəyişib yazın. Tündqara hərflərlə verilmiş sözümüzdə deyir ki, bunların biri yumşaq, digəri kəskin cavab verdi. Biz bunu biraz da məcazi mənalı sözlər artırıb yazmalıyıq. Deməli, yaza bilərik ki, vəzir bunların biri pambıq kimi yumşaq, digəri isə bıçaq kimi kəskin cavab verdi. Yəni, bu tip cümlələrlə daha da məcaziləşdirə bilərsiniz. 27-ci sualda deyir ki, tapşırığın tələblərini yerinə yetirin. Mətnin üslubun səciyyəvi xüsusiyyətlərinə uyğun cümləni seçin. Yəni, bədii üsluba uyğun olan cümləni seçəcəyik. Birinci cümlədə deyir ki, günəş qızılı şüalarını yorğun dənizin sularına səpələyirdi. Yorğun dəniz, qızılı şüa demək elə bu məcazi mənalıdır. Soyuq qış havasına baxmayaraq küçələrdə insanların bayram əhval-ruhiyyəsi olunurdu. Xeyr, seçimimizi belə əsaslandıra bilərik ki, mətnimiz bədii üslubdadır. Verilən birinci cümlədə bədii üslubdadır. Burada məcazilikdən istifadə olunmuşdur və sair tip cümlələr yaza bilərsiniz. Mətndə padşah obrazının xarakterinə aid 2 xüsusiyyət yaza bilərsiniz. Padşah obrazına aid yaza bilərik ki, səbirlidir. Bəli, biz mətndən aydın gördük ki, qarpız satan ona dediyi sözlərdən padşah səbirlə davranır. Deməli, bir də məsuliyyətli yaza bilərik. Yəni, o məsuliyyətli idi, xalqın məsuliyyətini çəkirdi. Onu bilmək istəyirdi ki, ölkəsində arif insanlar varmı? Yəni, bunun üçün hətta axtarışa belə çıxdı. Məsuliyyətlidir, səbirlidir. Bu 2 cümləni yaza bilərsiniz. 29-cu sual. Mətnə əsasən verilmiş hökmü əsaslandıran faktlar yazın. Mətn müasir dövrdə baş vermiş hadisədən bəhs etmir. Bəli, bəhs etmir. Bunun faktlar yaza bilərik ki, vəzirin olması. Yəni, vəzir indiki dövrümüzdə, müasir dövrümüzdə vəzir yoxdur. Yəni, bazarlar, köhnə bazarların olması, indi köhnə bazarlar demək olar ki, müasir dövrdə sıradan çıxıb və onun yerini müasir alış-veriş mərkəzləri tutur. 30-cu sual. Üzərində rəqəm yazılmış sözlər əsasında cədvəli tamamlayan deyir. Üzərində rəqəm yazılmış sözlərimizi tapaq. Üzərində rəqəm yazılmış sözlərimiz beşiyi sözüdür. Ariflər beşiyi. Məcazi mənada işlənib mətnimizdə. Bir də kəndli libası. Kəndli libası isə həqiqi mənada işlənib. Biz indi bunu fərqli mənada işlədəcəyik. Yəni, həqiqini məcazi, məcazini həqiqi mənada işlədəcəyik. Birinci, burada deyir ariflər beşiyi. Biz bunu həqiqi mənada işlədə bilərik ki, uşağın beşiyi. Digərində isə kəndli libası həqiqi mənadadır. Biz bunu məcazi mənada işlədək. Mələk libasına girmiş insan. Burada isə məcazi mənada olur. Bugün izahları bu qədər. Kanalımıza abunə olub izahları